Salam, bugün Sovet dövrünün ən məşhur, uşaqlığımızın bizə ləzzətli dadlarından olan cemli piroqu özümə məxsus formada hazırlayacağım. Əgər maraqlıdırsa sona qədər izləməyi unutmayın. O qədər ləzzətli, yumuşaq piroq alınır ki, bunu mütləq hazırlamanızı tövsiyə edirəm. Elə isə biz başladıq. Əvvəlcə 4 yumurtanı köpüklənib rəngi ağarana qədər mikser vasitəsilə çalıram. Alınan kütlənin havasını söndürməmək üçün 1 stəkan şəkər tozunu hissə-hissə əlavə edərək qarışdırmağa davam edirəm. Kütlənin qıvamı kremsi formanı aldıqda üzərinə 1 armudu stəkan bitki yağı əlavə edərək yenidən qarışdırıram. Kənarda yarım çay qaşığı sodanı 1 stəkan qatıqda söndürərək qarışımın üzərinə əlavə edirəm. Burada artıq mikserlə işimiz bitdiyi üçün əlimizlə spatula vasitəsilə kütlənin havasını söndürmədən unlu qarışımı da 3 dəfəyə əlavə edərək ehtiyatla qarışdırırıq. Gördüyünüz kimi unun üzərinə 1 paket vanil, 1 paket qabartma tozu da əlavə etməyi unutmuruq. Əziz xanımlar, videonun sonunda sizə mənimlə birlikdə iş təklifim olacaqdır. Odur ki də videonu sona qədər izləməyi unutmayın. Qarışımın içində topac qalmamalı. Gördüyünüz kimi pürüzsüz qıvama gəldikdə bişirmək üçün soba listinə əlavə edirəm. Mənim istifadə etdiyim formanın ölçüləri 37-nin 27 santimetrədir. Verdiyim miqdardan çox artımlı, bolluca piroq çıxacaqdır. Əminəm ki, bu uşaqlarınızı da çox sevindirəcəkdir. Öncədən isidilmiş 170-180 dərəcəlik temperaturda konveksiya rejimində üzəri qızarana qədər bişiriləcəkdir. Piroqun kənarlarının səliqəli alınması üçün onları kəsib blendera əlavə edirəm. Növbəti mərhələdə bizə lazım olacaqdır. Gördüyünüz kimi içi şan-şan, özü pambıq kimi piroq alınıbdır. Piroqu romb formasında doğrayıram. Doğradığım hissələrin arasını kəsib, kəsdiyim hissələrə bişmiş qatlaşdırılmış süd çəkərək üz-üzə yapışdırıram.
Və sonda üzərlərinə kənarlardan qalan əlavələri də blenderdan keçirərək səpib süfrəyə servis edirəm. Siz kəsdiyiniz hissələrin arasına cem və yaxud da hər hansı hazırladığınız bir kremdən də sürtərək hazırlaya bilərsiniz. Gördüyünüz kimi mən bişmiş qatılaşdırılmış süddən əlavə edirəm. Siz də bu üsulla hazırlasanız qatıların arasına mütləq xırdalanmış qoz əlavə edin. Belə daha ləzzətli və tort dadında alınacaqdır. Gördüyünüz kimi dilimlərin arasını kəsirəm, aralarına və üzərinə bişmiş qatılaşdırılmış süd çəkib qatıları birləşdirirəm. Gördüyünüz bu qaydayla hamısını hazırlayıram. Bu hissələri uşaqların məktəb çantasına qoymaq üçün kənara ayırdım. Ümumilikdə nə qədər artımlı piroq olduğunu siz özünüz də görə bilərsiniz. Kənarlardan çıxan hissələri blenderda üyüdərək piroqun üzərinə səpirəm. Özünüz də gördüyünüz kimi o qədər ləzzətli, artımlı, tort dadında piroq alınır ki, hazırlamağınızı mütləq tövsiyə edirəm. Əziz xanımlar, videonun ortasında söylədiyim kimi sizə iş təklifim vardır. Artıq siz də evdə oturaraq rəsmi şəkildə pul qazana bilərsiniz. Bunun üçün siz Fabirlik komandamıza qoşula bilərsiniz. Burada heç bir təcrübə tələb olunmur. İş haqqında ətraflı məlumat sizə izah olunacaqdır. Aşağıda yerləşdirəcəyim linkə keçid edərək iş haqqında ətraflı məlumatı şəxsən mənim özümdən öyrənə bilərsiniz. Qrupa qoşulmaq istəyən xanımlar mənim kanalımdan gəldiyini mütləq qeyd etməyinizi xahiş edirəm. Əziz xanımlar, bugünlük də bu qədər. Yeni videolarımda görüşmək üzərə. Hələlik.